Mən onun haqqında danışmaq istəmirəm. Mənə dəstək olacaq sizin kimi məni sevən insanlar. Mənə Pribagiyema, primadonna lazımdır. Yaxşı, onun adı İlhamədir, primadonna deyil. Mənim də adım Röyadır. Siz imkan verirsiniz ki, insanlar başlayır özünə ad verməyə. Bizdə özləri samazvankalardır da, özləri özlərinə ad qoyurlar. İstəyirsən mənə deyən ki, superstardır, krasavitsadır, bundan da onun adı nə fərqi var? Nəsə dəyişəcək məndə, prozraçın olacağım, yenə həmin Röya olacağım, istədiyimi eləyəcəm şou biznesdə. Ad bilsən açılır, əməkdar artisti, xalq artisti. Bu iki addan başqa mən ad qəbul eləmirəm. Elə müğənnilər var ki, onların heç bir adı, heç bir adın qabağında heç bir simvol olmadan doğrudan xalq tərəfindən sevilir. Məni küçədə görürlər, heç xanım sözünü demirlər. Ay Röya, qurban olum, səni sevirəm. Heç mənə deyən yoxdur, primadonna, Pribagiyema, superstar, nə bilim. Mənə bunu deyən yoxdur. Niyə? Ona görə ki, bu adı özümə qoymamışam. Tamaşaçı ya sevir, ya sevmir. Tamaşaçını aldatmaq olmaz. Nə adla, nə filanla, nə besməkan. Mənim elə bir zil səsim yoxdur ki, mən insanları bezdirim. Mən bəmlə oxuyuram, sakit oxuyuram. Ona görə də həmişə qulaq asacaqlar.